danışanda bugünü danışmaq lazımdır. Sabaha fokuslanmaq lazımdır ki, sabah özünü necə daha yaxşı hiss edəcək, daha məsələn bugün səhər duranda özünü bir ümidlə durubsa, sabah üçün də bir ümid yaratsın içində, amma keçmişə baxmasın. Yəni keçmişin ağırlığını daşımasın, nə də gələcəyin yükünü daşımasın. Bugünü ilə yaşayıb şükür etsin, təvəkkül etsin və təslim olsun. Bəli. Təslim olan insan onsuz da o kilonu da verəcək. Təslim insan necə olur? Təslim insan necə olur? Təslim olmuş insan bəli necə olur? Qəbullanır hər şeyi. Qəbul edir, olanları qəbul edir. Doğulduğu ailəni qəbul edir. Bütün olanlar. Hər şeyi qəbul edir. Allahın ona verdiyi hər şeyi qəbul edir. Pis, yaxşı, çətin günləri, pis münasibətləri, çətin övladı, çətin yoldaşı, hər şeyi qəbul edib təvəkkülə gəlir və təslimiyyət olur, təslim olur hər şeyə. Allahın ona verdiyi bütün naz-nemətləri qəbul eləyir və özünü təslim edir ona. Təslim olandan sonra da rahatçılıq gəlir, rahatçılıqdan sonra da xoşbəxtlik gəlir.